Bir neçə həftə öncə Azərbaycanda bəzi jurnalistlər, Səidə Bəkirqızılar, nə bilim politoloqlar, bəzi komitə sədrləri, Milli Məclisdə bəs çıxış etmişdilər ki, uşaqlar gərək dindən uzaq olsunlar, din elmə mane olur və s. Yəni belə bir cəfəng fikirlər səsləndirmişdilər. Biz də elə bildik ki, bəs doğrudan da din elmə mane olurmuş və bizim bu alimlərimiz az qala Marsa uçacaqdılar. Din mane oldu. Neyiniyə? Din mane oldu. Və üstündən heç bir ay keçmədi və bizim bu alimlərimiz, akademiklərimiz Marsa uçmaq əvəzinə AMEA-nın iclasında elmi bir iclasda yatdılar. Və mənə çox maraqlıdır ki, bəs bizim indi bu Səidə Bəkirqızlarımız, dırnaq arası jurnalistlərimiz çıxsınlar bir açıqlama versinlər. Bəs axı din mane olurdu elmimizə, Marsa uçmağımıza, nə bilim yeni bir texnoloji bir kəşf etməyimizə. Həmən o AMEA-nın iclasında iştirak edən keçmiş hələ kommunist dövründən qalmış alimlərimiz heç də dindar deyil idilər. Və orada iclasda iştirak edənlər də hicablı da deyil idilər ki, deyək, ona görə yatıblar. Sınlar bir açıqlama versinlər.